trans qadına bu videonu çəkirəm, çünki bəlkə də kimsə bu an eyni qorxunu, eyni hisslər yaşayır. Mən hormonal tədaviyə başlayarkən çoxlu suallar vardı və çox məlumat lazım idi və mən bu məlumatları toplamaq üçün çox çətinliklər çəkirdim. Sizə ilk hisslərimdən danışım. Həyatımda ilk dəfə sanki içimdəki ruh nəfəs aldı. Günlər keçdi, aylar keçdi, dərim dəyişdi, emosiyalarım dərinləşdi. Hisslərim daha yumuşaq oldu. Sanki içimdəki qadın asta-asta oyandı və buradayam dedi. Və hal-hazırda Hollandaya köçdüm və Hollandada da təbii ki öz hormonal terapiyamı davam etdirirəm. Burada bununla daha asandır, çünki dövlət sənə bununla bağlı qayğı göstərir, hormonları sığorta tərəfindən verilir, yəni heç bir ödəniş etmirsiniz və sizi təbii ki Hender klinikasına yazırlar. Orada sizin əməliyyatlarınızla məşğul olurlar və hormonal müalicənizin necə getdiyi ilə tez-tez maraqlanırlar. Onu da demək istəyirəm ki, bu yol asan bir yol deyil. Mənim gerçəkliyimə, qadınlığıma, yaşam haqqıma gedən yol. Çünki trans olmaq xəstəlik deyil, bu yaşamaq istəyidir. Mən də buradayam, sən də tək deyilsən, biz varıq. Bir trans dostumun dediyi kimi, gözəllər var.